Gələcək üçün bacarıqlar layihəsinin startapları Invest zirvəsinin qalibi olub. Kiçik və orta sahibkarlığın inkişaf agentliyi və Türkiyənin özbahtçıcı Invest klubun təşkilatçılığı ilə keçirilən Xəyallardan Qlobal Gələcəyə adlı Invest zirvəsi tədbiri təşkil olunub. Gələcək üçün bacarıqlar layihəsinin cücələrim, Dovates, Printfable və Medapoint startapları investorlar qarşısında çıxış edərək öz startapları haqqında məlumat veriblər. Münsiflər heyətinin qiymətləndirilməsinə əsasən Dovates startapı 1-ci yerə, Medapoint startapı isə 2-ci yerə layiq görülüb. Birinciliyi qazandıq. Mən əminəm ki, məhz bizim platforma və bizim startapımız süquta deyil, məhz yüksəlişə doğru gedəcək və bunu etmək üçün əlimizdən gələn edəcəyik. Çünki komandamız olduqca peşəkardır və bizi seçən, bizə inanan, bizə etimad göstərən hər kəsə təşəkkürümüzü bildiririk. Özbahtçıcı Invest Club'un təşkil etdiyi tədbirdə Asan Xidmətin Gələcək üçün Bacarıqlar layihəsinin komandalarından biri olaraq iştirak etdik və bu tədbirdə 2-ci yeri tutduq. Eyni zamanda burada bir neçə şəxslərlə görüş keçirmək, danışıqlar aparmaq və investisiya planlarını müzakirə etmək kimi şanslarımız oldu. Gələcək üçün Bacarıqlar layihəsinə bu fürsəti bizə yaratdığı üçün təşəkkür edirik. Qeyd edək ki, 200-dən artıq yerli və xarici investorların iştirak etdiyi tədbir ölkədə innovasiya ekosisteminin inkişafına dəstək vermək və startaplarla investorlar arasında əməkdaşlıq körpüsü qurmaq məqsədi ilə təşkil olunur. Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin həyata keçirdiyi Gələcək üçün Bacarıqlar layihəsinin əsas məqsədi innovasiya sahəsində kadr potensialını artırmaq və innovativ fəaliyyətləri dəstəkləməkdir. Layihə çərçivəsində tələbələrə innovativ ideyaların inkişafı üçün dəstək verilir və onların ölkəmizin texnoloji tərəqqisinə töhfə verəcək kəşflər və ixtiralar sahəsinə yönəldilməsi prioritet olaraq seçilib.